Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli alə Muhammed və ali Muhammed. Salamu aleykum və rəhmətullah dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Rəcəb ayının dualarının şərhi barəsindədir. Biz gəlib bu hissəyə çatdıq. Ey onu tanımayan və ondan bir şey istəməyənə əta edən kəs. Və bu barədə biz geniş danışdıq və qeyd etdik ki, bütün varlıqlar istəyir bu varlıq canlı varlıq olsun, istəyir cansız varlıq olsun. Deyək ki, bir dənə yerdir, quraqlıqdır. O da orada da hacət var, Allah öz yağışını oraya indirir. O deyək ki, təkvini ehtiyacı var onun. Və harada ehtiyac varsa Allahın mərhəməti oraya inir. Nə yaxşı olar ki, biz də bu ehtiyacımızı dilə gətirək. Ona görə də hətta qüdsi bir hədisdə Allah Təbarək və Teala Musa əleyhissalama buyurur ki, ey Musa, öz yeməyivin duzunu da məndən istə. Öz heyvanının samanını da məndən istə, yemini də məndən istə. Yəni, insan istəyə Allahdan. Əlbəttə, bu nə deməkdir? Bu o deməkdir ki, insanın tövhidi ora qədər gedib çıxa ki, bilə ki, evdə hətta heyvanın da yeməyini, ruzisini Allah verir. Yeməyin duzu ki, adətən bilirsiniz də, duz ən ucuz şeylərdən biridir. Yeməyin duzunu da Allah Təbarək və Teala əta edir. Yəni, bu inanc insanda olmalıdır. Bu istək var bizdə. Yəni, onsuz da varlığımız, bütün varlığımız deyir ki, mən ehtiyaclıyam, mən ehtiyaclıyam. Sadəcə biz ayaqlaşmırıq. Biz ixtiyarı olaraq razılaşmırıq. Baxsaq görərik ki, biz başdan ayağa ehtiyac içindəyik və daim Allahdan istəyirik. Daim Allahdan onun mərhəmətini istəyirik. Bunu dilə gətirmirik. Bunu öz ixtiyarımızla etmirik. Öz ixtiyarımızı etsək, təbii ki, Allah orada mükafatı verəcək. Bir dua oxuyuram burada, həmən o şəxslərə aiddir ki, o ehtiyacı görüblər və dilə də gətirirlər. O hansı duadır? İmam Əli əleyhissalamın Kufə məscidində etdiyi münacatdır. Ki, mütləq bu münacatı oxuyun. Həqiqətən çox dəqiq məzmunları var, gözəl. Məvlaya ya Məvlay, əntəl məvlə və ənəl abd. Sən Məvlasan, sahibsən, mən isə qulam. Və həl yərhəmul abdə illəl məvlə. Qula öz Mövlasından, ağasından başqa bir kəs rəhm edə bilər. Yəni, qul hara gedir? Qul kimin mərhəmətinə sığınır? Öz Mövlasını, sən də mənim Mövlamsan, mən sənin mərhəmətinə sığınıram. Məvlaya ya Məvlay, əntəl məlik və ənəl məmluk. Sən sahibsən, mən isə məmlukam. Yəni, sən mənim sahibimsən, mən də sənin məmlukunam. İndi bir nəfər varlıq ki, o özü sahib deyil, sahiblənmiş bir varlıqdır. O sahiblənmiş varlığa sahibindən başqa kim mərhəmət eləyə bilər? Və həl yərhəmul məmlukə illəl məlik. Məvləyə ya Məvləy. Baxın, bu etiqadlar bizdə olmalı. Bilməliyik ki, biz həqiqətən Allahın məmlukuyuq. Yəni, Allah bizə sahibdir. İxtiyar, baxın, bir bəhs var, Əllamə də bunu bəhs edib, Qur'an-ı Kərimin ayələrindən də istifadə olunur. Ki, Məliki yevmiddin ki, Allahın malikiyyəti həqiqidir. Bizim malikimiz də həqiqi. Məvlaya ya Məvlə, əntəl əziz, sən əzizsən. Əntə də əvvəldə gəlib buyururlar ki, həsri, yəni əziz yalnız sənsən, mən isə zəliləm. Zəlilə əzizdən başqa kim rəhm eləyə bilər? Məvlaya ya Məvlə, əntəl xaliq, sən yaradansan, mən isə məxluqam. Məxluqa xaliqdən başqa kim mərhəmət göstərə bilər? Ey mənim Mövlam, sən güclüsən, mən isə zəifəm. Zəifə güclüdən başqa kim rəhm edə bilər? Məvlaya ya Məvlə, əntəl ğaniyyu, sən varlısan, sən ehtiyacsızsan. Və ənəl fəqir, mən isə ehtiyaclıyam. Və həl yərhəmul fəqirə illəl ğani. Ehtiyaclıya, ehtiyacsız olandan başqa bir kəs mərhəmət eləyə bilər, lütf eləyə bilər. Təsəvvür edin ki, bir nəfər şəxs ehtiyac içində batıb. Bu şəxsə kim lütf eləyə bilər?
O varlıq lütf eləyə bilər ki, ehtiyacı olmasın. Bu aləmdə yeganə varlıq ki, heç bir ehtiyacı yoxdur, o da Allahdır. Mevlaya ya Mevla, entəl mu'ti, sən əta edənsən və ənə sail, mən isə dilənciyəm. Sailəm, istəyirəm, daim. Baxın, o sail olmaq bəzən təkvinidir. Yəni, istəyir Allahdan. Yəsəluhu mən fis-səmavati vəl-ərz ki, oxuduq. Allahdan istəyir, saildir. Dil açırlar, Allahdan istəyirlər. Amma təkvini. Bəziləri isə ixtiyarı ilə. İmam Əli əleyhissalam buyurmaq istəyir ki, mən öz ixtiyarımla da səndən istəyirəm, ilahim. Və əl yərhəmussə ilə illəl mu'ti. Dilənçiyə əta edəndən başqa bir kəs rəhm edə bilərmi? Sən dirisən, mən isə ölü və ölüyə diridən başqa bir kəs rəhm edə bilərmi? Bunlar hamısı nəyi göstərir? Bunu göstərir ki, biz həm təkvini olaraq Allahdan öz ehtiyaclarımızı istəyirik, yəni fəqirik. Bu fəqir olmaq Allahın mərhəmətinin coşmasına səbəb olur. Harada yoxsulluq varsa, fəqirlik varsa, ehtiyac varsa, orada Allahın mərhəməti var. Mütləq, bu qaçılmazdır. Təkvini olaraq belədir. Və ona görə də biz bəziləri təəccüb edir. Necə ola bilər ki, Allah Təbarək və Teala fürsət verir, ömür verir, qüdrət verir bəzilərinə. Niyə? Çünki onlar təkvini olaraq öz ehtiyaclarını göstərirlər, o varlıqlar, kafirlər, qeyri-kafirlər. Və ona görə Allah Teala öz mərhəmətini göstərir. Lakin o ki bizdən istənilir və dəyəri var, nədir? Dilə gətirməkdir. Dilə gətirsək öz ehtiyacımızı, bu aləmlə biz nə eləmişik? Yola getmişik, yəni ayaqlaşmışıq. Bütün aləmdə olan varlıqlar təkvini olaraq deyirlər, bizim Rəbbimiz odur. Biz öz hacətimizi ondan istəyirik. Odur yalnız bizim hacətimizi verən. Bütün varlıqlar. Sadəcə biz dərk eləmirik. Dərk eləmirik. İnsan gəlir burada, buna qarşı çıxır. Niyə? Çünki insanda ixtiyar var. Deyir, yox, mənim hacətimi verən o deyil. Mən zəif deyiləm. Ənə Rabbukumul ə'lə. Firon o dərəcəyə gəlib çatdı, hətta Rəbb iddiası elədi. Özdə Rabbukumul ə'lə, ən üstün Rəbb. Ya Qarun elə bir dərəcəyə çatdı, Həzrəti Musa əleyhissalam dedi ki, Allah yolunda bu Allahın sənə əta etdiyi nemətlərdən infaq elə. Allah haqqın ver fəqirlərin. İnnəmə utituhu alə ilmin. Bunu mən öz elmimlə qazanmışam. Niyə verməliyəm kasıba? Ya Yasin surəsində ki, deyir, onlara deyilir, infaq edin Allah yolunda, deyirlər ki, Allah istəsə onlara verər. Baxın, bu nədən irəli gəlir? Özünü görməkdən. Ki, özünü nə görür? Zəngin görür. Ona görə Qur'an-ı Kərim buyurur, İnnəl insənə ləyədğa ər-rəəhu istəğnə. İnsan elə ki, özünü ehtiyacsız gördü, neynir? Tuğyan edir, həddini aşır. Bu ehtiyatsız necə? Ya özünə arxain olur, ya maddi o nemətlərə, deyək ki, insanlara, ətrafında olanlara arxain olur. Onları müstəqil görür. Ona görə Quran-ı Kərimdə həqiqətən bu ayə üzərində insan düşünsə, bilər ki, tuğyanın əsas səbəbi nədir? Tuğyanın həddi aşmağın əsas səbəbi özünü ehtiyatsız görməkdir. Ona görə Quran-ı Kərim buyurur ki, sən özünü ehtiyatsız görsən də belə deyil. Sən fəqirsən, sən zəifsən. Huvəl qaniy. Huvəl qaniyyul hamid. Baxın, bu marifi bizə aşılamaq istəyir ki, sən istəsən də, istəməsən də ondan asılsan. Lakin ixtiyarın var. Ona görə özünü nə görürsən? Zəngin görürsən, ehtiyatsız görürsən. Və belə olsa, tuğyan edəcəksən. Ayəni bir daha oxuyuram. İnnəl insənə ləyədğa.
İnsan həddini aşır, tuğyan edir. Yəni Allaha qarşı çıxır. Nə zaman? Ər-rəəhu istəğna. Elə ki, özünü zəngin, ehtiyatsız görür. Ona görə də biz diqqət eləməliyik. Bizim yeganə xilas yolumuz öz fəqirliyimizi, ehtiyaclı olduğumuzu dərk etməkdir. Əgər dərk eləsək, xilas taparıq Allahın izni ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.